Salam, hər vaxtınız xeyirli olsun. Uşaqlar, necəsiz? Ümid edirəm yaxşısınız, dəyərli izləyicilərim mənim. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 13 olacaq uşaqlar. Bugün elektronika mövzusu yekunlaşır. Bugün artıq sizinlə bu mövzunu yekunlaşdırırıq. Sonra keçəcəyik ümumiləşdirici tapşırıqlara, sonra isə artıq gəlir ən maraqlı mənim sevdiyim mövzu yer kürəsi mövzusu. Çox mükəmməl bir mövzudur. Onu sizə sevərək başa salacağam yəni. Nəysə, indi isə keçid alırıq sonuncu elektronika dərsimizə. Elektron cihazlar və biz. Açar sözlərə baxırıq. Açar sözləri mobil telefon, planşet, kompüter. Bunları birləşdirən cəhətlər nədir uşaqlar? Təbii ki, elektron cihazlar olması və bizim indiki dövrümüzdə texnologiyanın inkişaf elədiyi bir dövrdə həyatımıza bu texnoloji və elektron avadanlıqlar daxil edilmişdir və biz demək olar ki, bu elektron avadanlıqlar olmadan həyatımızı tam olaraq sərbəst yaşaya bilmirik. Belə, mən oyun oynayıram, mən məlumat toplayıram, mən dostumla danışıram. Bu nə deməkdir? Hər üç ayrı-ayrı şəxsin ayrı-ayrı məşğuliyyətlərdə olması elektron cihazların hər birinin müxtəlif funksiyaları, müxtəlif belə deyək ki, özəlliyi, xüsusiyyəti olduğunu vurğulayır uşaqlar. Telefonla planşetdə oyun oynaya bilərsən, kompüterdə məlumat toplaya bilərsən, telefonla dostuna danışa bilərsən və yaxud tərsinə. Hər üçü ilə danışa da bilərsən, məlumat da toplayarsan, oyun da oynaya bilərsən. Bu sənin istədiyin cihazın xüsusiyyətlərindən asılıdır. Sizcə, siz bu cihazlardan daha hansı məqsədlərlə istifadə edərdiniz? Açığı mən məsələn, planşetdə uşaqlar rəsm çəkmək qabiliyyəti gözəldir. Yəni, planşetlə rəsm çəkmək olar, elektron rəsm çəkmək olar. Sonra, kompüterdən məsələn, mən açığı dil öyrənmək proqramları vasitəsilə bir film izləyərəm ki, yəni öyrənmək istədiyim dildə izləyərəm inkişaf etmək üçün və s. və s. Onlardan istifadə edərkən nələrə əməl etməlisiniz? Ekrandan bacardıqca 1 metr və 1 metr 20 cm uzaq dayanmaq lazımdır. Təbii ki, bu telefonlara aid deyil. Telefonda bu 50 cm civarındadır. Planşetdə 70 cm, kompüterdə 1 metrə qədər gəlir. Televizorda isə 1 metr yarım, 2 metrə qədər daha çox məsafədə durmaq lazımdır. Belə. Öyrənmə, mobil telefon, planşet və kompüter məlumat almağa və başqaları ilə ünsiyyət qurmağa kömək edən bir vasitədir uşaqlar. Biz bunu bilirik. Bu cihazlar vasitəsilə musiqi dinləyər, oyun oynaya bilərik. Ki, bu da bizim ən azından daha da rahatladar. Ekranı çox parlaq etmək və ona 30 cm-dən yaxın məsafədən baxmaq gözlərim üçün zərərlidir. Bəli, ona görə demişdim ki, minimum 50 cm. Ən yaxşısı təbii ki. Sonra, yəni 30 cm ən azıdır da uşaqlar. O da ən balaca telefonlar üçün. Amma indiki dövrdə telefonların ölçüsü də böyük olduğuna görə minimum 50 cm-dən baxmaq lazımdır. Çalışmalıyıq ki, mobil telefon və planşet gün boyu az istifadə edək. Kompüterin qarşısını isə gündə 2 saatdan çox vaxt keçirmək. Eyni zamanda Wi-Fi, yəni Wi-Fi, telefon və digər elektron avadanlıqların çox istifadə edildiyi otağa kaktus ağacı qoyun uşaqlar. Kaktus bitkisi qoyun, ağacı deyirəm. Bitkisi qoyun. Çünki o şüanı özünə çəkir və ən azından otaqda olan şüa enerjisini azaldır. Sonra, kompüterdən istifadə edərkən qida qəbul etmək və ekrana əllə toxunmaq olmaz. Bəli, çünki qida zamanı uşaqlar biz belə deyim də, yəni bilinçli şəkildə yemək yemirik. Yəni biz sadəcə mədəyə bir şey atmaq əvəzinə yemək yeyirik. Bu da qida sayılır. Bu sadəcə özümüzü aldatmaq sayılır. Qida odur ki, təbiətə çıxasan, piknik edəsən və yaxud evdə ailənlə bir süfrədə oturasan. Qida qəbul etmək, yemək yemək budur. Bəli, film izləyərək yüngülvari baş qatmaq ayrı bir şeydir. Amma qida qəbul eləmək dedikdə təbii ki, biz burada abur-cuburdan söhbət getmir. Söhbət burada ən azından doyumlu bir yemək yeməkdən gedir. Bu da dediyim kimi piknik, açıq hava və eyni zamanda ailənlə olan bir süfrədə daha etibarlı şəkildə təmin edilə bilər. Elektrik şəbəkəsinə qoşulu vəziyyətdə olan telefon və planşetdən istifadə etmək olmaz. Bəli, dediyimiz kimi partlayışa gətirib çıxarda bilər. Ona görə də
minimal ölçüdə azaltmaq və yaxud ümumiyyətlə istifadə etməmək ən doğru seçim olar. Gəlin keçid alaq müzakirə mövzusuna. Kompüterdən ən çox hansı işlər üçün istifadə olunur? Məlumat toplamaq, yazışmaq və belə deyim də uşaqlar, daha çox araşdırma aparmaq və belə deyim, daha çox mənim dostum vardı, o daha çox Avroviziyaya baxırdı, musiqi səhnələrinə. Amma belə mən istifadə edilədiyim zaman film izləyirəm, müəyyən yazışmalar, eyni zamanda araşdırma aparmaq. Bundan başqa heç bir işlə kompüterdə məşğul olmuram. Elektrik şəbəkəsinə qoşulan mobil telefonun istifadə etmək nə üçün təhlükəlidir? Çünki elektrik şəbəkəsi vasitəsilə telefona elektrik cərəyanı daxil olur. Və elektrik cərəyanı telefonla biz istifadə edərkən qarşılıqlı təsirə məruz qalır. Və bu zaman telefonun partlama təhlükəsi mövcuddur. Sizcə insanın əlində partlayan bir telefon insanın əlini məhv eləyər yoxsa yox? Bəli. İnsana, yəni telefona yaxın olan bədən nahiyələrimizdə əl, qol, bu üz də ola bilər, göz də ola bilər və s. ciddi problem yarada bilər. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sonda kanala abunə olmağı və bizə dəstək olmağı unutmayın ki, bu tip videolardan xəbərdar olasınız. Gələn mövzuda görüşərik. Hələlik.